Hal-hazırda belə bir evimiz planımızda var, işləyirik. Evin əsasən dam örtüyü rekonstruksiya olunur, sökülüb, yenisi ilə əvəz olunur. Şimdi evin pəncərə sistemləri yenilənəcək, buna söküləcək, fasad sistemi yenilənəcək. Bütün bu pəncərə sistemləri yenilənəcək. Hal-hazırda ustalarımız dam örtüyündə işləyirlər. Ağlaydan fasadı təbii ağlay daşından, gülbaq daşından olacaq. Evin daxili təmiri də hamısı yenilənəcək. Hal-hazırda daxildə vəziyyət belədir. Bunlar hamısı təzələnəcək. Sağ tərəfdə mətbəxdir. Bütün qapılar hamısı sökülüb yenilənəcək. Bütün divarlar ABU sistemi, divar kağızı olacaq. Patologlar hamısı söküləcək. Bu birinci mərtəbəyə gedir, padval dediyimiz. Burada da böyük sol tərəfdə zalımız var. Çox genişdir, təxminən 47 kvadrat metrdir. Bütün pəncərə sistemləri hamısı yenilənəcək. Patolog monolitdir.